9 Mart buraxılış imtahanının izahı part 2 qrammer suallarının. 17-ci sualda biz expect görürük və onun kompleks obyektdən özündən sonra to tələb elədiyini bildiyimizə görə burada cavabımız E variantı olur. 18-də isə biz as-in adi dərəcənin göstəricisi olduğuna görə biz burada B variantı şortu seçməliyik uşaqlar, qısa. Ondan sonra isə növbətisinə baxaq. Davamına baxaq. Burada 19-cu sualda həmişə hiylə işlədiblər. Həmişə keçmiş zaman salırdılar. Bu səfər isə indiki zaman salıblar uşaqlar və passive voice-də to be plus verb-üzdür. Biz buradakı to be-ni zamana görə seçirik. Bu cümlədəki zamanımız da indiki zaman olduğuna görə biz burada B variantı yox, C variantı seçməliyik uşaqlar. Çünki indiki zamandır və vanilyada əvəz eləsəm itlə əvəz eləyərəm. İtlə əvəz elədiyimə görə biz burada is seçəcəyik. How is vanilla ice cream made? Yəni is və made-in arasında mübtəda keçib uşaqlar. Ona görə doğru cavabımız C variantındadır. 20-ci suala baxaq. 20-ci sualda deyir ki, mənim işdə elə bir birinci günümdə mən çoxlu səhvlər elədim. Mənim birinci günüm çox yaxşı keçməmişdi. Burada cavab uşaqlar a lot of olacaq. Yəni çoxlu səhvlər eləyib. Few olmayıb, çünki az səhv eləsə günü yaxşı keçərdi. A little sayılmayanlarla işlənir uşaqlar. Amma mistake sayılır. C-də isə too much isə sayılmayanlarla işlənir. Amma mistake sayıldığına görə 20-də cavab E variantı doğru cavab olacaq. 21-də isə uşaqlar biz burada baxırıq. 21-də cavab olacaq A variantı. Deyir ki, onun ingilis dili isə yaxşıdır və o yaxşı iş tapa biləcək. Yaxşı iş tapa biləcək deyirsə uşaqlar biz nə edəcəyik? Burada inkarları çıxacağıq. C və D, E variantı inkar olduğuna çıxdıq və ondan əlavə doesn't have-dən sonra to gəlməlidir və B-də isə has-dən sonra to gəlməlidir. Ona görə B, C, D, E-ni çıxırıq. Yerdə will able to qalır. O will be able to qalır. O isə doğru variantdır. 22-yə baxırıq. 22-də doğru nida cümləsini seçməliyik. Uşaqlar, nida cümləsini həmişə sizə bu hissədən çaşdırırlar. Baxın, sual cümləsi olmadığına görə burada mübtəda və xəbərin yeri dəyişməməlidir. Birinci mübtəda gəlməlidir, sonra xəbər gəlməlidir. Baxın, are-i çaşdırıblar. Are elə 1 və 3-cü cümlədə are yazıblar. Burada 1 və 3-cü cümlədə are yazıblar və 5-də də yazıblar. Yerdə nə qalır uşaqlar? 2, 4 qalır. C variantı doğru cavabdır. Mətn suallarının və listening suallarının izahı da birazdan kanalımda olacaq. Part 1-də kanalımda da izləməyi unutmayın.